Bu kadar az erzakla bu kadar necə dadlı olabilir? Bu peçenyalar yiyen herkes bu cümleni diyecek. Bunun için sadece 220 gram un götürürük, üzerine 170 gram soyuq buz kimi yağı doğrayıp elimizle ovarak umaç edirik. Umaç hazır olduktan sonra ortasında bir oyuq açırıq. 70 ml soyuq buz kimi suyun üzerine bir çay kaşığı üzüm sirkesi əlavə edib karıştırıp üzerine əlavə ederek xəmiri toparlayırıq. Bu xəmiri çox yoğurmuruq. Napolyon xəmiri kimi sadece xəmiri toparlayıp 40 dəqiqəlik soyuducuya yerləşdiririk. Qırx dəqiqə keçdikdən sonra xəmiri soyuducudan götürürük. Üzerine ve altına azacıq un səpərək yayırıq. İçliyi için ise bize 100 gram şeker tozu lazımdır. Xəmiri yaydıktan sonra xəmirin bir hissəsinə götürdüyümüz 100 gram şeker tozunun bir hissəsini əlavə edib və xəmirin digər hissəsini də üzərinə qatlayıb yenə də yayırıq. Yenidən yayıb qatladıktan sonra yenə də tam olaraq yayıb, yenə də bir hissəsinə şeker tozu əlavə edib qatlayıb yenidən yayırıq. Bu xəmiri həm margarin, həm kərə yağı hər ikisi ilə hazırlaya bilərsiniz. İkinci dəfədə şeker tozu əlavə edirik, yenə də yayıb və xəmiri üzərinə qatlayıb yenidən yayırıq. Hazırlamaq sizə qətiyyən çətin gəlməsin, əslində çox rahatdır. Sadəcə qat-qat, Napolyon xəmiri kimi xırçıltılı olmasını istəyirsinizsə, mütləq 3 dəfə şeker tozu səpərək qatlayırsınız. Sonda isə artıq 3-cü dəfədə, baxın bu gördüyünüz kimi 3-cü dəfə şeker tozunu səpirik, yayıb qatlayırıq və bu artıq sondur. Ümumilikdə 3 dəfə şeker tozu səpərək qatlayıb yayırıq. Sonda isə 8 mm qalınlıqda yaydıqdan sonra xəmiri gördüyünüz fiqurla belə üçbucaq şəklində kəsib və listə düzürük. Mən üzerlerine yumurta sarısı çektim. Siz üzerine hiçbir şey çekmeden de pişirip soyduktan sonra üzerine şeker pudrası sepebilirsiniz. Önceden isidilmiş 200 dereceli sobada 20 dakika müddetinde pişirip götürürük. Bu reseptle bir list yarım peçenyalar alınır. Üzeri hırçıltılı, kat, içerisi yumuşak, çok dadlı peçenyalardır. Videonu mütləq yaddaşa verin ki, itirməyəsiniz. Hazırlayan herkese nuş olsun. Göz hakkınızı halal edin. Hələlik.